Salam əziz dostlar, belə bir maraqlı sualın izahına baxaq. Demək, 3 kiloqramlıq və 1 kiloqram cisimlər ip vasitəsilə bir-birinə əlaqələndirilib. Sürtünmələrin nəzərə alınmadığı halda bu sistemin təcrünü tapın. J-nin də qiyməti ona bərabər götürmək lazımdır. Bu tipli məsələni həll etmək üçün biz hər iki cisim üçün hərəkət tənliyini yazmalıyıq. Hərəkət tənliyi Newtonun ikinci qanunudur. Hərəkət tənliyi yazmazdan əvvəl cisimlərə təsir edən qüvvələrin istiqamətini müəyyən etmək lazımdır. Qüvvələrin istiqaməti. Demək, 3 kiloqramlıq cisimə ipin T gərilmə qüvvəsi təsir edir. Kütləsi 1 kiloqram olan L cisminə isə aşağıya doğru mg ağırlıq qüvvəsi, yuxarıya doğru isə T gərilmə qüvvəsi təsir göstərir. Hər iki hal üçün hərəkət tənliyini yazaq. Yazıram 3 vurulsun A bərabərdir T-yə. Daha sonra 1 vurulsun A bərabərdir. Cisim aşağıya doğru hərəkət edir. Onda mg, yəni 1 vurulsun J minus T kimi yazmaq olar. Bu düsturu dəyişikliyə aparsaq, yəni 1 vurulsun A deməkdir. 1 vurulsun J-nin yerinə ya da 10 yazmaq olar rahat olaraq. Burada əvəz etməklə də hesablamaq olar. Tərəf-tərəfə toplama ilə də mən tərəf-tərəfə toplayacağım hər iki tənliyi. Yəni 4A bərabərdir 10 minus T plus T. T'lər islah olunar. Qalacaq 10. A da bərabərdir 2,5. Cavab olur 2,5 metr böl saniyə kvadratı. Cavab eləyir C variantı. Bəyənib abunə olmağı unutmayın. Çox sağ olun.